Dostlar salam, Dəmir Yumruq UFC kanalından sizi salamlayıram. Bugünkü mövzumuz lightweight kəməri sahibi olan İlya Topurya'nın rəqibi kim olacaq? İlya Topurya'nın növbəti rəqibi haqqında danışacağıq. Hamımıza da məlumdur ki, İlya Topuria Charles Oliveira üzərində çox möhtəşəm bir qələbə qazandı. İlk raundda Oliveira'nı nokaut etdi. O həqiqətən də gücünün, səviyyəsinin lightweight çəkisinə də uyğun olduğunu göstərdi. Şəxsən mən əvvəlcə biraz tərəddüd edirdim bu barədə. Amma nokautdan sonra da gördük ki, adamın həqiqətən də dilinə görə dilçəyi var. Rəqiblər isə Justin Gaethje ola bilər, Arman Tsarukyan və Paddy Pimblett. Bu üç döyüşçünün İlya Topurya'ya qarşı şansı nədir və hansısa qələbə qazanacaqmı? Bu barədə danışacağıq. İlk öncə Paddy Pimblettdən danışaq. Çünki Oliveira döyüşündən sonra o özünü səhnəyə atdı və orada bir çəkişmə yaşandı. Dana White isə döyüş sonrasında bunu planlaşdırmadıqlarını dedi. Əgər Paddy Pimblett və İlya Topuria döyüş olsaydı, nə olardı? Mənim üçün də maraqlıdır. İlk öncə Paddy Pimblett haqqında deyim ki, mən son 9 döyüşdür ki, məğlub olmur. Son qələbələrindən King Ring qələbəsi, Tony Ferguson qələbəsi və Michael Chandler qələbəsini demək olar. Düzü Pimblett haqqında insanların bəzi mənfi fikirləri var ki, o UFC-nin şişdiyi bir idmançıdır. Əslində bir balondur. Çoxları onun Chandler döyüşündə məğlub olacağını düşünürdü. Amma o məğlub olmadı. Həqiqətən də əzizi üstünlüklə Chandler'ı döyərək döyüşü qazandı. İlya Topurya'ya qarşı döyüşdə isə mən maksimum həm gənc olmasına, həm çəkisini yaxşı bərpa etməsinə görə 2-3 raund dözə biləcəyini fikirləşirəm. Ayaq döyüşünün, boksunun İlya Topurya'ya qədər möhtəşəm olduğunu düşünmürəm. Yəni çox zəifdir İlya Topurya'ya görə. Bu döyüş baş verərsə maksimum 3 raund gedə bilər. Növbəti rəqib isə Justin Gaethje'dir. Justin Gaethje son döyüşdə Rafael Fiziev üzərində qələbə qazandı. Ondan öncə isə Max Holloway məğlubiyyəti var. Bu döyüş həqiqətən də çox maraqlı getmişdi. 5-ci raundun sonunda Holloway Justin Gaethje nokautla qalib gəlmişdi. Baxanlar bilir, bəlkə də son illərin ən gözəl döyüşlərindən biridir. Justin Gaethje artıq qocalıbdır, yaş 36-dır. Ona görə İlya Topuria qarşısında onun şansını mən yüksək qiymətləndirmirəm. Baxmayaraq ki, o ayaq döyüşü yaxşıdır. Klinclərdə həqiqətən də rəqiblərə çox sarsıdıcı zərbələri endirir. İlya Topuria'nın döyüş zəkasının, boksunun, rəqiblərə qurduğu oyunun qarşısında mən Justin Gaethje'nin maksimum 2 raund dözəcəyini fikirləşirəm. İlk raundda İlya Topuria onu öyrənəcək, rəqibi analiz eləyəcək. İkinci raundda isə nokaut. Növbəti döyüşçüsü Arman Tsarukyandır. Arman bildiyimiz kimi İslamla kəmər döyüşünə çıxmağa hazırlaşırdı, amma o son gün qala belindən zədəsinə görə döyüşə çıxa bilmədi. UFC də buna görə narahatçılığını bildirmişdi ki, bəs bu belində olan problemi niyə əvvəlcədən bizə deməmisiniz? Ona görə Arman biraz özünü gözdən salmışdı. Ola bilsin ki, bəlkə Arman başqa biri ilə döyüşə çıxdıqdan sonra ona kəmər döyüşünü versirlər, amma yenə də İlya Topuria ilə qarşılaşa bilər. Digər idmançılara görə mən Armanın şansını İlya Topuria qarşısında biraz daha yüksək görürəm. Arman Tsarukyanın yer oyunu və ayaqda döyüşü fikrimcə digərlərinə nisbətən daha yaxşıdır. Amma buna baxmayaraq mən də Arman Tsarukyanın İlya Topuria qarşısında maksimum 40% şansı ola bilər. Amma yenə də İlya Topuria onun güləşinə qarşı müdafiə olunacaq və ən azından 4-cü, 5-ci raundlarda nokaut və yaxud da hakimlərin ortaq qərarı ilə qalib gələcək. İlya Topuria üçün ən yaxşı rəqib məncə İslam Makhaçevdir ki, indi hal-hazırda mediada da, azarkeşlərdə, UFC azarkeşlərdə bu döyüşü istəyirlər. Amma bu döyüşün gerçəkləşməsi 2015-ci il üçün mümkün görsənmir. Çünki İslam Makhaçev artıq welterweight çəkisinə qalxıb, orada onun rəqibi Zakdela Madelenadır və o kəmər döyüşünə çıxacaq. Bəlkə əgər qalib gələrsə, sonradan belə bir super döyüş keçirilə bilər və yaxud da ki, məğlub olarsa Dana White bu döyüşü təşkil edə bilər. Belə dostlar, İlya Topurya'nın mühtəməl rəqiblərini sizə dedim. İnşallah ki, bu döyüşlərdən hansısa reallaşar. Dostum gəldi. Balaca, UFC-dən danışıram, imkan ver. Belə dostlar, İlya Topurya'nın olası döyüşləri barəsində söhbət etdik. Bu rəqiblərdən hansı ilə qarşılaşacaq, hələ ki məlum deyil. Əgər baş tutacaqsa, bu döyüşlər barəsində də geniş analiz edəcək. Sizdən xahişim Dəmir Yumruq UFC kanalına abunə olmağınızdır, rəy bildirməyinizdir. İnşallah səhifəmiz daha da böyüyər və daha maraqlı videolarla sizin qarşınıza gələr. Sağ olun, sağ olun.